Əgər siz də kompüterinizin ekranına belə yeni illə bağlı yolka və sair kimi fiqurlar qoymaq istəyirsinizsə, videonu diqqətlə izləyin. Bu videoda mən sizə bu fiqurları ekrana necə qoya biləcəyinizi göstərəcəyim. Əvvəlcə Google-a daxil olursunuz. Google-un axtarış hissəsinə Get Christmas Tree for Free bu yazını yazırsınız və ya bu ekranda göstərdiyim sayt var. Direkt olaraq bu saytın adını yazıb həmin sayta daxil ola bilərsiniz. Mən saytı yazdım. İndi aşağı hissədə baxın bu sayta daxil olursunuz. Belə bir pəncərə açılır. Aşağı gəlirsiniz və burada artıq fiqurlardır. Bu fiqurlardan hansını istəyirsinizsə, onu da üstünə basırsınız və buradan click here. Bu hissəni daxil olduqda artıq həmin fayl sizin kompüterinizə yüklənir. Daha sonra isə həmin fayla daxil olursunuz. Fayla daxil olan kimi, baxın, bu hissəni vurduqda artıq ekranda həmin simvolu görmüş olursunuz. Məndə indi bu simvol artıq ekrandadır. Ekrandan həmin simvolu hansı tərəfinə istəyirsinizsə, şəklin üstünə basaraq onu həmin hissəyə də apara bilərsiniz. Bu qədər. Video faydalı oldusa videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.